Əvvəla həftənin 4-cü günü Ankara məhkəməsi Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəli sədrlikdən uzaqlaşdırdı və Kəmal Kılıçdaroğlu'nun sədrliyini bərpa etdi. Doğrudur, partiya bununla barışmır və neçə gündür ki, bununla bağlı Türkiyə qaynayır və partiya qərargahı qarşısında toplaşan tərəfdarlarına da Özgür Özəl deyirdi ki, bu keçməyəcək, biz bunu da bərpa edəcəyik, mübarizə davam edir və hətta bu sözləri də işlətdi ki, biz Türkiyədə evdə oturmaqla ölkənin birinci partiyası olmadıq, meydanlarda olmaqla sözümüzü deməklə ölkənin birinci partiyası olduq. Nəyi nəzərdə tutur? Əlbəttə, son seçkilərdə CHP-nin AK Partiya Erdoğan'ın hakim partiyası üzərində qələbəsini nəzərdə tutur. Bugün Türkiyə bilir ki, Kılıçdaroğlu həm Cumhurbaşqanı seçkilərində, həm parlament seçkilərində dəfələrlə Erdoğan'a uduzub və görsənən odur ki, Erdoğan Kılıçdaroğlu'nun yenə də ona əsas rəqib olmasını istəyir ki, müxalifətin qalib gəlməsi əngəllənsin və baş verməsin. Cəmil bəy, əvvəla yeri gəlmişkən bugün bazar günü isə artıq səhv etmirəm, bazar günü olub, hər halda həftə sonu. Hətta CHP-nin qərargahına bir silahlı hücum da baş verdi. Yəni orada isə polis həm göz yaşardıcı qazdan istifadə edib, həm su şırnağından qərargahın qarşısındakı adamları oradan qovmaq üçün, partiyadan, qərargahdan Özgür Özəli çıxarmaq üçün. Yəni həqiqətən ən, belə deyək, qeyri-demokratik, qeyri-legitim hadisələr baş verməkdədir Türkiyə müxalifətinə qarşı. Və bilirsiniz, mən bu hadisələri izləyəndə nə üçünsə AXCP-nin başına gətirənlər də göz önümə gəldi. Bugün AXCP rəhbərliyi həbsxanada, bugün sizin rəhbəri olduğunuz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri, o cümlədən Tofiq bəy Yaqublu həbsxanada. Siz hansı paralelləri görürsünüz və necə şərh edərdiniz bu vəziyyəti? Doğrusu bu günləri mən elə onun haqqında düşünürdüm. Bu mənə tanış mənzərədir. Vaxtilə Xalq Cəbhəsini də öz ofisindən belə çıxardıblar. Polis göndərməklə, nə bilim, mülki idmançıları göndərməklə Xalq Cəbhəsinin qərargahına hücum olubdur. Özdəki 2 dəfə. Birinci dəfə o əsas qərargahı ki var idi, indi ora deməli Respublika Prokurorluğunun bir bölməsi olubdur. O zaman bu zirzəmiyə deməli silah-sursat yerləşdirdilər və güya burada silah-sursat saxlanılırmış. O müstəvidə oradan çıxartdılar. İkinci dəfə isə deməli cəbhəni qərargahdan çıxartmaq üçün Milli Təhlükəsizlik Nazirliyi xüsusi əməliyyat planı hazırlamışdı və bu əməliyyat planı da cəbhənin qərargahına hücum etməkdən ibarət idi. Belə bir hücum oldu. Bir müddət dözmək mümkün oldu və o yenə də o zamanda məhkəmə yolu ilə həmin binanı azadlıq qəsdindən və Azərbaycan Xalq Cəbhəsi partiyasından aldılar. Ona görə də biz bu şeyləri Türkiyədən xeyli əvvəl etməyə başlamışıq və mən çox təəssüf edirəm ki, Türkiyədə indi düşür Azərbaycanın gününə. Və bu çox məyus edici, kədərli bir mənzərədir. Birinci CHP ölkənin birinci partiyasıdır. Bu Atatürk'ün partiyasıdır və uzun müddət hakimiyyətdə olmuş partiyadır. Böyük sosial bazası olan partiyadır. İkinci, avtoritar rejimlərdə iqtidarlar, deyək, siyasi səhnədə öz müxalifləri ilə bacarmayanda dövlətin inzibati resursların ona qarşı səfərbər edirlər. Və bu Azərbaycanda Əliyevin dəfələrlə sınaqdan çıxartdığı bir taktika idi ki, indi təəssüflə demək istəyirəm ki, Erdoğan da bu taktikanı tətbiq eləyir. Yəni söhbət nədən gedir?
Söhbət ondan gedir ki, CHP böyük şəhərləri götürmüşdü. Son qiymət artımları, Türk xalqının vəziyyətinin ağırlaşması, ölkədə deməli iqtisadi böhran bu addımları AK Parti üçün qaçılmaz etdi. Və ona görə də AK Parti və ölkə rəhbəri prezident Erdoğan bilirsiniz o çistka ifadəsi var. Bu biraz da Rus ifadəsidir. Uzun müddət bundan deməli Sovet avtoritarizmində istifadə edirdilər. Ölkənin namuslu adamlarını tuturdular, güllələyirdilər və adını da qoyurdular çistka. Yəni bu Almaniyada da olubdu, bu Rusiyada da, Sovetlərdə də olubdu. Ancaq o şeylər ki, son günlər Türkiyədə baş verir, bu son dərəcə utandırıcı bir mərhələdir. Və düzün deyim ki, sadəcə olaraq Türkiyənin, mənə dostlar soruşanda bir ifadəm var, deyirəm ki, biz indiyə qədər öz günümüzü ağlayırdıq, indi Türkiyənin də gününü ağlayırıq. Yəni, Türkiyə gəlib düşüb bu vəziyyətə və Türkiyə demokratik ölkə olmaq imicin itirə-itirə gedir. Bu da ölkədə avtoritarizmin güclənməsi ilə bağlı idi və bu əslində prezident üsul idarəsi tətbiq ediləndə bu açıq, aydın görsənirdi və belə bir şəraitdə gördünüz də İstanbulun bələdiyyə başqanını tutdular. Ayrı bir neçə yerdə CHP bələdiyyə başqanlarına qarşı əməliyyat keçirildi. İndi Mansur Yavaşa qarşı da hansısa formada bu şeylər hazırlanır. Bu nədir? Bu devlətin, resursların öz əleyhdarlarına və rəqiblərinə qarşı səfərbər etmək cəhdidir və bunun ayrı adı yoxdur. Amma bilirsiniz, burada Azərbaycanla Türkiyənin böyük fərqi budur ki, Türk xalqının deyək ki, etirazçılıq potensialı çox böyükdür. Və yəqin ki, o necə deyirlər, deyir, sən saydığını say, görək o sandıq başına gələn seçici nə sayır. Və məsələn, xatırlayırsınız da İmamoğlunun qarşısını almaqdan ötürü seçkinin nəticələrini ləğv elədilər. Amma seçkinin nəticələri ləğv olunandan sonra keçirilən ikinci seçkidə İmamoğlu birinci seçkidən də daha artıq səs qazandı. Burada bilirsiniz, biraz da hesab eləyirəm ki, Orbanın təcrübəsi biraz çəkindirici rol oynadı və Macaristanda Orbanın məğlubiyyəti bütün avtoritar rejimlər üçün qorxu kabusuna çevrilə bilər və təəssüf ki, bu Türkiyədə də belədir. Söhbət əlbəttə partiyanı parçalamaqdan və artıq öz siyasi... Yəni, Orban kimi məğlubiyyətdən qorxu. İndi bilirsən, Sevinç xanım, Karl Marksdan misal çəkmək o qədər də dəb deyil. Amma onun bir yaxşı sözü var idi ki, tarixdə hadisələr və şəxsiyyətlər bir dəfə gerçək formada zühur edir. İkinci dəfə isə məsləkə formasında. Əslində düzün deyim ki, Kəmal Kılıçdaroğlu'nun yenidən CHP-nin başına gətirilməsi həmin o məsləkənin təzahürüdür.